Salam dostlar, deməli mən bu gün şəhərə gedəcəm. Heç bir iş axtarışı icra eləmək fikrim yoxdur, çünki heç enerjim yoxdur və ümumiyyətlə yəni nə qədər müraciət eləmişik, nə qədər şey eləmişik, heç birindən səs soraq yoxdur. Yəni münasib bir təkliflə, münasib bir işlə gələn adam yoxdur. Mən bu gün istəyirəm ki, özümə biraz istirahət verim. Düzü narahatam, içimdə qəzəb var, içimdə nifrət var, amma mən özümü çox da bundan məhv eləmək istəmirəm. Mən əksinə gedib biraz havamı dəyişib evə gəlmək istəyirəm. Bilirsiniz, o qədər şeylər görüb əsəbləşirəm ki, sadəcə çox şeylərdə də büruzə vermirəm, çünki bəzən büruzə verəndə də lap da bağlanır insan o şeyə, ona görə də çalışıram ki, relax olum yəni. Hə dostlar, bəlkə də birinci dəfədir ki, mən belə özümü rahat hiss edirəm. Niyə? Ona görə ki, heç bir gözlənti yoxdur, heç bir, necə deyim sizə, heç bir artıq narahatçılığı yoxdur. Gedəcəm evə, görək nə edirik, nə iş görürük. Sadəcə dostlar, irəliləyiş çox deyə, bilirsiniz, çox böyük irəliləyiş var. Həqiqətən də özümə sağ ol deyirəm ki, mən bunu eləmişəm, mən bunu bacarmışam ki, mən artıq yəni öhdəsindən gəlirəm bir çox şeylərdən. Heç nə, elə bunu da ölçsəm, gedək evə, görək nə edirik. Elə.